Həqiqətən kitabı Musaya biz verdik və qardaşı Harunu da ona köməkçi etdik. Onlara ayələrimizi yalan sayan bir tayfanın yanına gedin dedik. Sonra biz o tayfanı yerli dibli yok etdik. Biz Nuh qövmünü elçiləri yalancı saydıkları zaman suda batırdık və onları insanlar üçün bir ibrət etdik. Biz zalimlar üçün ağrılı acılı bir əzab hazırlamışıq. Biz adı, Səmudu, Rəs əhlini və onların arasında olan bir çox nəsilləri də məhv etdik. Biz onların hamısına misallar çəkdik və onların hamısını büsbütün məhv etdik. Məkkə müşrikləri bəla yağmuru düşüb, viran qalmış şəhərin yanından keçmişdilər. Məyər onlar onu görməmişdilər? Xeyr, onlar öldükdən sonra dirilməyə də inanmırlar. Onlar səni gördükdə ancaq sənə lağ edir və deyirlər: budurmu Allahın elçi göndərdiyi kəs? Əgər biz məbudlarımıza tapınmaqda səbirli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı. Onlar əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını anlayacaqlar. Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillik mi edəcəksən? Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər. Hətta haqq yoldan daha çox uzaqlaşmışlar. Məyər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər o istəsəydi, onu hərəkətsiz halda saxlayardı. Sonra biz günəşi onun bələdçisi etdik. Sonra o kölgəni yavaş-yavaş özümüzə tərəf çəkdik. Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən odur. Küləkləri öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən odur.